Danimarka Kopenhag'dan herkese selamlar. Sizə bu videomda Danimarkada başıma gələn bir əhvalat var, onu danışmaq istəyirəm. Danimarkanın həm sosial, həm güvənli ölkə olduğunu, yəni siz də görməsəniz də mənim ağzımdan eşidin. Mən də yeni yerləşmişəm buraya, yeni işləməyə başlamışam. Nəysə 23 fevral konsert var idi. İrəm Dərəcənin konserti. Türklərin etkinliyi idi. Nəysə velosiped almışam, elektrikli velosiped. Velosipedlə Kopenhagdan Roskildə getməyə 1 saat 20 dəqiqə falan. Sumkamı falan, kaskımı falan hamısını götürdüm. Ya Allah, çıxdıq. Əslində metro ilə qatarla gedəcəkdim. Düşündüm ki, hələ vaxtımız onsuz da var. Ki velosiped içində hardasa bir 20 kron, 30 kron beləcəyinə, özüm üçün də 40-50 kron, 60-70 kron arası beləcə civarında bir şey gələcək, çıxacaqdı. Bu da bir 8 euro falan pul eləyir. Dedim ki, bunu oraya verməkdənsə bu tərəfdən ekonom edeyim, qaydanda qatarla gələrəm. Dedim velosipedlə gedim. Elektriki də baxdım ki 2% qalıb, azdı da 4% oldu, 2% qalıb. 2%-nin bilmirəm nə qədər qalıb. Nəysə, bəzən o yuxarı biraz dik olan tərəflərdə elektrikini açırdım ki, kömək eləsin. Elektrik velosipedləri şeylə sürəndə, ayaqla elektriksiz sürəndə biraz ağır olur. Nəysə, getdik, çatdıq ora, konsertə girdik. Maraqlıydı çox da, yəni pis də deyildi, normal. Heç kimi də tanımıram, türklər ama hər şey türklərdi. Kitap falan aldım, yazar falan var idi. Yazarın kitabı falan aldım. Hatta kitap bilmem. Neyse. Sonra maraqlı qəşəng şey İrəm Dərəcədə bilirsiniz, də ağzına gələn rahat danışır da. Sonra bu ən çox da xoşuma gələn bu dizlərdə falan olur. Pilav, nohutlu pilav. Bu binanın köşesinde falan balaca bir köşkün içinde satırlar. Neyse ondan aldım bile ilk dəfə də bir o şeylərdə o türklərin eləcə pilavını yeyirəm, maraqlıydı. Bir də telefon üçün bir kabel aldım. Necə maşında xəritəyə falan baxmaq üçün plastik var, oyunlar nədir o? Telefon tutucu mu nə deyirik? Neyse mən də velospidim üçün birdən ondan aldım ki, yollar falan tanımırdı, velosiped yollar falan